Tapdın oğlunu. Yakındır biraz. Telman. Telman Ələkbərov. Telman Ələkbərov evin tek oğlu. Aman zaman ne bir yadigar kaldı, ne bir təsəllisi. Ağdamda komandir idi. Əsgərlərini qoruyub, özü şəhidlik zirvəsinə ucaldı. Mən Telmanla fəxr edirəm. Bütün şəhidlərimizə biz fəxr edirik. Allah məqamlarını uca eləsin. Bütün şəhidlərimizin məqamları uca olsun, məkanları cənnət. Onlar bizim başımızı uca elədilər. Allah bir daha müharibə olmasın, analarımız gözü yaşlı olmasın. Amin. Allah rəhmət etsin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah bütün şəhidlərimizin ruhlarını şad eləsin. Analarına səbir versin. Amin. Biz analara Allah səbir versin. Amin inşallah. Bol səbir. Sağ olsun Aynur xanım təşkil elədi. Gəldik, babalarımızı ziyarət elədik. Allah hər birinizdən razı olsun. Allah səbir versin. Köməyiniz olsun. Çox sağ olun. Tapdınız oğlunuzu. Elnur İbrahim. Allah rəhmət eləsin. Köməyiniz olsun. Evin tək oğlu. İki bacısından bir qardaşı. Dövlət Sərhəd Xidmətinin xüsus təyinatlı giziri idi. Zəngilanda şəhid oldu. Vətən müharibəsində 21 oktyabrda Zəngilanda şəhid oldu. Allah rəhmət eləsin, sizlərə səbir versin. Bütün şəhidlərimizin ruhunu şad, yerin rahatləsin. Amin. Tapdın oğlunu. Həsənov Təbriz Bəxtiyaroğlu 2016-cı ildə Ağdamın Çəmənli kəndində şəhid oldu. Çox sağ olsun Elman qardaş, Allah canını sağ eləsin, Allah köməyində bilsin. Təbrizi hər vaxt, hər yanda cərgədən qoymur. Allah razı olsun, Allah köməyinizdə olsun. Bütün şəhidlərimizin ruhu şad olsun. Allah rəhmət etsin. Kimin bu işdə zəhməti varsa, Allah onlara can sağlığı versin. Allah köməyiniz olsun sizin. Çox sağ olun. Allah sizə də səbir versin. Allah köməyiniz olsun. Gel. Tapa bildin ana. Deyib balam tapdı. Adı? Eyvazlı Məzdək Əlov. Eyvazlı Məzdək. Balam ali təhsil İqtisad Universitetini qutarıb getmişdi. Əsgərliyi çəkdi. Gəldi də təzə işləyirdi. Azərsu Səhmdar Cəmiyyətində işləyirdi. Təzədən Vətən müharibə çağırıldı. Sentyabrın 21-də təlimlərə çağırıldı. Təlimdən elə getdi. Oradan da o yana elə müharibəyə qatıldı. Amma sürmüşüm. Evin iki bacının tək evladı, tək oğul evladı. Allah rəhmət etsin. Gözümüzün ağı qarası bizə balamız, oğlan balamız. Allah səbir versin ana sizlərə. Şəhidlərini qurban olum, hamısının məqamıcı olsun, hamısının Amin. qarşısında baş əyri, hamısına borçluyuq, hər birinə borçluyuq. Amin. Tapdın oğlunu.
döyüşüb. Orada da şəhid olub. Oktyabrın əslində 6-sı, 7-si döyüş olub. Onda elə şəhid olub, ancaq belə sənədlərdə 11-i gedir. 90 iyul ayının 3-ü 97-ci ildə anadan olub. 11-i 10-cu ay, oktyabrın 10-u, 11-i 2020-də şəhid olub. Allah rəhmət eləsin. 14-15 günü döyüşüb. Allah Özü sabır versin. könüllü gedib. Özü çağırmışdılar düzdür, ancaq özü könüllü gediblər. Tapa bildiniz oğlunuzu. Abbas Ruslan. Kim? Abbas Ruslan Hikmet oğlu. Hem de oğlum tek oğul idi. Bir oğlum var idi. O da asker idi. 1 yıl 6 ay askeri. 6 günü kalmıştı eve gelirdi Oktyabrın. Oktyabrın 14'ü şehit oldu. 15'i getirdiler 16'sı da. Vətən uğrunda şəhid oldu, qəhrəmandasına. Bunlar hamısı qəhrəmandılar. Allah hamısını Bugün rəhmət bizim eləsin. balalarımız, necə deyərlər, balalarımızın, qızlarımızın, analarımızın hamısını qiriyyətini yerdə qoymadılar. Düşmənlə üz-üzə vuruşub, qalib oldular. Allah ruhlarını şad eləsin, hamısının qarşısında baş əyirəm. Allah rəhmət eləsin, sizlərə Allah Mən də sabır qürur versin. duyuram, mənim balam qəhrəmandır, qürur duyuram ondan. Çətindir, çox çətindir, ancaq qürur duyuram balamla. Allah sabır versin oğlum sizə. Sağ olun. Tapa bildiniz. Tapdım. Burada da İsmail Orxan Cəfəroğlu. Allah cəmi şəhidlərimizin məqamını icrəsin. Amin. Məkanını cənnət eləsin, ruhlarını şad edəsin. Allah biz analara səbir dözüm versin. Da mən Vüsal balamdır. Allah cəmi şəhidlərim, bu Elçin balamdır. Allah məkanlarını cənnət eləsin. Amin. Allah ruhlarını şad eləsin. Orxan könüllü olaraq gedib müharibəyə. Mən rayonda olum, biz rayonda idik yoldaşımla. Tək gəldi yoldaşıma ki, Orxanı çağırırıq. Orxana zəng elədim mən ki, Orxan, səni çağırırlar, dedim, mama, mənim nömrəmi verin. Verdik nömrəsini, 21 günü, sentyabrın 21 günü Orxan evdən çıxıbdı. Bir həftə Piriküşgüldə qalıb, Müşfiqdə qalıb, ondan sonra gediblər. 27 günü müharibəyə gedib, ayın 1 günü, səhər-səhər, ayın 1 günü mənim ad günüm idi. Səhər-səhər zəng elədik, danışdıq, təbrik elədik. Ayın 1 günü orta saat 4-5 arasında şəhid olubdu. Cəbrailin Nüzgar kəndində şəhid olubdu. Allah yenə məkanlarını cənnət eləsin. Orxan 2 dənə gözəl gül balası var. Allah başa tanır.